Cənazə namazında meyit üçün oxunan duaları gətirir. Onlardan bəzilərini götürdük və həmçinin dualardan biri də Allahümme inne fulan ibn fulan fi zimmetikə və habli civarik. Allahım, filan kəs oğlu filan kəs, yəni vəfat etmiş kəsin adı deyilir, sənin himayəndədir və aqibəti səndən asılıdır. Fəqihi min fitnətil qabr, onu qəbir fitnəsindən qoru və azabin nar, cəhənnəm əzabından qoru və əntə əhlul vəfai vəl haqq, sən vəfa və haqq sahibisən. Fəğfir ləhu vərhamhu, onu bağışla, ona rəhm et. İnnəkə əntəl qafurur rahim, həqiqətən sən çox bağışlayan və rəhimlisən. Bu hədisi Abu Davud İbn Məcə öz kitablarında gətirmişlər və həmçinin İbn Həcər Rahiməhullah hədisin təxricində Mişkət kitabında həsən olduğunu söyləyir və Şeyx Alban Rahiməhullah da səhihləşdirir bu hədisi və digər yerdə isə deyir ki, isnadı yaxşıdır. Deməli, burada hədis Vasilə radiyallahu anhudan gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. Və hədə kəməsəbə ənə nəbiyyə sallallahu aleyhi və səlləm qad yüchiru lit-təalim. Yəni, bu da onu bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən öyrətmək üçün səsli oxuyardı. Allahümmə innə fulan ibn fulan, Allahım, həqiqətən filan kəsin oğlu filan kəs. Yəni, burada ölən insanın adını atasına mənsub edərək deyir və bu da dəlalət edir ki, namazda, yəni dua olunan kəsin adının deyilməsində, cənazə namazında bir problem yoxdur və həmçinin nafilə namazında və həmçinin fərz namazında, dua yerlərində təşəhhüddən sonra, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirildikdən sonra və 4 şeydən Allaha sığındıqdan sonra dua yerində bunu deyə bilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ثُمَّ يَتَخَيَّرْ مِنَ الدُّعَيْ أَعْجَبَهِ, yəni bunları dedikdən sonra dualardan xoşuna gələni seçə bilir. Yəni bu da onu bildirir ki, yəni xüsusi dualardan başqa digər dualar da insan edə bilir və həmçinin səcdədə də insan istədiyi duanı edə bilər. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Aqrabu mə yəkunul abdu min rabbiyə və huvə səcid, yəni qulun Rəbbinə ən yaxın olduğu an səcdə anıdır. Və burada da dua edir və dua etdiyi zaman yəni adını çəkir, yəni kimə dua edirsə, Allahümmə innə fulan ibn fulan, Allahım, həqiqətən filan kəsin oğlu filan kəs və yaxud da qadındırsa filan kəsin qızı filan kəs və yaxud da insan adını bilmirsə deyə bilər ki, yəni bu ölmüş kimsə fi zimmətikə və habli civarik, yəni sənin zimməndə, yəni himayəndədir, sənin zəmanətindədir və hablu civarik sözü də ərəblərdə onların adətindən idi ki, qorxu olan yerdə, yəni əminliyin olmadığı yerdə onlardan biri səfərə çıxmaq istədiyi zaman hər hansı bir yerdən keçərkən o yerin, yəni ağasından, yəni aman tələb edirdilər. Yəni və yaxud da hər hansı bir qəbilənin bölgəsindən keçdiyi zaman o qəbilənin ağasından aman istəyirdilər ki, onlara toxunulmasın. Və o qəbiləni keçdikdən sonra digər qəbilənin ərazisinə keçdikləri zaman o qəbilənin ağasından aman tələb edirdilər və beləliklə öz məqsədlərinə, qayələrinə çatana dək. Deməli, burada keçən hablu civarik və habli civarik və bu da həmçinin aman mənasındadır. Yəni, qorunma sənin himayəndədir. Fəqihi min fitnətil qabr.
və onu qəbir fitnəsindən qoru. Yəni qəbir fitnəsindən və cəhənnəm əzabından qoru, xilas et. Yəni qəbir fitnəsi deyildiyi zaman iki mələyin sorğu-sual etməsidir. Və elm əhlindən bəziləri zikr etmişlər ki, ehtimal olaraq və huve enne ma zad ala zalik mimma yakunu min zulmatihi. Və bundan da əlavə olaraq, yəni qəlbin zülmətidir və qəbrin sıxmasıdır, sıxıntısıdır və qəbirdə qarşılaşdığı işlərdir. Bu da qəbir fitnəsinə daxildir. Və sonra buyurur ki, və əntə əhlul vəfai vəl haqq. Yəni sən vəfa və haqq sahibisən. Yəni əhdə vəfalı çıxmağa layiqsən. Yəni çünki Allah Teala əhdinə, vədinə xilaf çıxan deyildir. Əntə əhlul vəfai vəl haqq. Yəni sən vəfa və haqq əhlisən. Yəni haqqı bərqərar etməyə layiq olan sənsən. Və əntə əhlus thubuti bimə səbətə ankə. Yəni səndən sabit olana sən səbat əhlisən. Yəni Allah Teala'dan sabit olan nədir? Necə ki Allah Teala buyurur, huvə əhlü't təqva. Yəni Allah təqva əhlidir. Yəni hansı ki ondan, Allahdan, yəni qorxulmağa, təqvalı olunmağa layiq olan odur. Yəni qorxulmağa, təqvalı olunmağa, təqva olunmağa layiq olan Allah Teala. Yəni insanlar yalnız Allahdan qorxmalı, çəkinməlidirlər. Və əhlül məğfirə və həmçinin Allah Teala məğfirət əhlidir. Yəni bağışlamağa layiq olan da odur. Və burada da həmçinin əhlül vəfai vəl haqq. Yəni Allah Teala vəfa və haqq əhlidir. Yəni Allah Teala əhdinə vəfalı çıxandır və həmçinin haqqı bərqərar edəndir. Və bu hədis dəlildir ki, dua edərkən müstəhəbdir ki, ölünün və atasının adını çəkmək və hətta yəni cənazədə qadın olarsa, qadın cənazəsi və burada əvəzliklər də dəyişdirilərək deyilə bilir. Bu hədisin faydalarını götürək. Bu hədisin faydalarından, bu hədisdə qəbir əzabının isbatı vardır. Yəni bu hədis dəlalət edir ki, qəbir əzabı var. Hansı ki bəziləri Qur'anilər, hədisləri qəbul etməyənlər bunu inkar edirlər. İbn Teymiyyə rahimehullah buyurur ki, Anillədin yunkiruna azabel qabr. O kəslər ki, qəbir əzabını inkar edirlər. Məzhəb sələfil ümmə və əimmətihə. Yəni bu ümmətin, sələfinin, keçmiş salih insanlarının və imamlarının məzhəbidir ki, Ənəl meytə izə mətə yəkunu fi nə'imin əv əzəb. Ölən insan öldükdən sonra ya nemət içərisində və yaxud da əzabda olur. Və ənə zəlikə yəhsulu li-ruhihi və li-bədənihi. Yəni bu nemət və yaxud da əzab onun ruhuna və bədəninə hasil olur. Və ənə ruhə təbqa bə'də müfərəqətil bədəni münə'amətən əv müəzzəbə. Yəni ruh bədəndən ayrıldıqdan sonra nemət içərisində və yaxud da əzab içərisində qalır. Və ənhə təttəsilu bil bədəni əhyənən və bəzən bədənlə də bağlı olur və ona da artıq nemət hasil olur və yaxud da əzab. Thumma izə kənə yevmul qiyamətil kubra. Sonra böyük qiyamət günü olduğu zaman ruhlar bədənlərinə qaytarılır. Və qamu min quburin li rabbil aləmin. Və aləmlərin Rəbbi üçün qəbirlərindən qalxırlar. Və məadul əbdən muttəfəqun aleyh indəl muslim vəl yəhud. Və bədənlərin də qayıtması müsəlman, Yahudi və xristiyanlarda bu ittifaq olunan məsələdir. Və həmçinin hədis və sünnə alimlərinin ittifaqına görə. İbn-i Qayyim rahimehullah həmçinin faydalardan buyurur ki, Allahum filankəsin oğlu filankəs sənin himayəndədir
və onu qəbr əzabından və cəhənnəm əzabından qoru və sən vəfa və haqq sahibisən, onu bağışla, ona rəhm et, həqiqətən sən çox bağışlayan və rəhimlisən. Və hədə kəthirun fil əhadith, bəl huvəl məqsud bis salat aləl-meyyit və kəzəlikə dua ləhu bə'də dəfn. Və bu hədislərdə çoxdur və elə ölüyə namaz qılmaqdan da, dua etməkdən də məqsəd elə budur. Və həmçinin dəfn edildikdən sonra dua da belədir. Cəvazul cəhri bid-dua fi salatil cənazəti alə səbilit tə'lim və həmçinin öyrətmək məqsədi ilə duanı, cənazə namazında duanı səsli oxumağın icazəli olması və bu da hədisi rəvayət edənə görə Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlardan birinə namaz qıldırır, yəni cənazə namazını qılır, dua edir və onun belə dediyini eşitdim: Allahum filan kəsin oğlu filan kəs sənin himayəndədir. Və həmçinin faydalardan, yəni kişi dirikən də, ölükən də və qiyamət günündə də atasına mənsub edilir. Anasına mənsub edilir deyənlərin əksi olaraq. Onlar bu məsələdə olduqca zəif hədisə əsaslanıblar. Hansı ki, təbarəndə keçir İbn Abbas radiyallahu anhumədən. Amma səhih olan odur ki, kişi insan atasına mənsub edilir, dirikən də, ölükən də, qiyamət günündə də. İbn-i Arabi rahiməhullah deyir ki, burada keçən vaqihi adəbənlər, onu cəhənnəm əzabından qoru, qəbir fitnəsindən qoru və bu hər bir ölən insanın gedəcəyi bir yoldur. Mömin üçün nicat, qurtuluş vardır, kafir üçün isə həlak vardır. Və günahkar insan üçün Allahın istəyi vardır. Və həmçinin faydalardan 6-cı, İbn Teymiyyə rahimehullah buyurur ki, Kulləmə əxbərə bihi Muhammedun sallallahu aleyhi və səlləm min əzəbil qabri və munkər və nəkir və qeydərik min əhvəl qiyam və sırat və mizan və şəfaə və cənnə və nəvhə və haqqun liənnəhu mümkün və qad əxbərə bihi sadiqu fəyəlzəmu sıdquhu. Yəni, Muhammed sallallahu aleyhi və səlləmin xəbər verdiyi qəbir əzabı, münkər və nəkir, yəni hansı ki mələklərdir. Və bundan başqa qiyamətin dəhşətləridir, sırat körpüsüdür, mizan, yəni mizan tərəzidir, şəfaətdir, cənnət, cəhənnəm, bunlar haqdır. Çünki bunlar mümkündür və bunu sadiq olan Muhammed sallallahu aleyhi və səlləm xəbər vermişdir və bu da onun doğruluğunu gərəkdirir. Və həmçinin faydalardan Vəsulə Şeyxülislam İbn Teymiyyə rahimehullah sual verilmişdir qəbir əzabı haqqında. Yəni qəbir əzabı insanın nəfsinə və bədəninə, yoxsa yalnız nəfsinə, bədəninə aid deyildir. Vəl-meyyit yu'əzzəbu fi qabri hayyən əm meyyitən. Yəni qəbirdə ölüyə əzab verilir, diri olaraq yoxsa ölü olaraq. Və in adətir ruh iləl cəsəd əm ləm təud. Yəni ruh bədənə qayıtdarsa, yoxsa qayıtmazsa, yoxsa əzabda ikisi də müştərəkdir və həmçinin nemət də müştərəkdir. Neməti əldə etmək də müştərəkdirlərmi? Yoxsa onlardan birinə mi aiddir? İbn Teymiyyə rahimehullah cavab olaraq deyir ki, Elhamdülillah Rabbil aləmin. Bəlil əzə və nə'im alə nəfsi vəl bədən. Əzab da, nemət də insanın ruhuna və bədəninə, hər ikisinə aiddir. Əhl-i sünnə vəl cəmaənin ittifaqına görə. Nəfs həm nemət içərisində olur və həmçinin tək halda əzab da çəkə bilir. Və tuəzzəb muttasilətən bil bədən və həmçinin bədənlə bağlı birlikdə də bu olur. Həm əzab və həmçinin nemət. Kəmə yəkun lir-ruhi munfəridən anil bədən və bəzən də tək halda da olur. Necə ki bu kitab və sünnədə sabit olmuşdur və sələfin ittifaqına görə. Ənəl-ruha təbqa bə'də firaqil bədən və ənə munə'amə əv muəzzəbə. Yəni ruh bədəndən ayrıldıqdan sonra nemət və yaxud da əzab içərisində olur. Və həmçinin faydalardan İbn Teymiyyənin tələbəsi İbn Qayyim rahimehullah deyir ki, ənə əhval-əzə və nə'im təkun fid-dunya aləl-cəsəd.
əzab və nimət halları dünyada bədənə olur. Ruh buna tabedir. Yəni əsasən dünyada ikən neməti dadan və əzabı dadan insanın bədənidir və ruha onun təsiri tabiçi olaraq olur. Yəni ruh buna tabedir bu işdə. Nə qədər onu Allah bilir. Və fil qabr yakunul azab və nem alə ruh. Və qəbirdə isə əzab da, nemət də əsasən ruha olur və bədən buna tabedir. Yəni daha çox ruha. Yəni dünyada ikən əzabı, neməti çəkən bədəndir. Müəyyən qədər insanın ruhuna da olur. Amma qəbirdə isə əsasən ruha olur, bədən də buna tabedir. Əmmə yevməl qiyam ba'dəl bə'd fəyəkun nə'im vəl azab alə ruh vəl cəsəd alə həddin səva cəmiyyəm. Amma qiyamət günü isə həm nemət və həmçində əzab ruh və bədənə birlikdə eyni şəkildə olur. Və həmçinin ruh kitabında buyurur ki, Allah subhanahu cealə dur thələthə. Allah Teala diyarları 3 diyar etmişdir. Dərud dünya, bu dünya diyarı, və dərzul bərzəx və bərzəx aləmi, və dərul qarar və bərqərar olma diyarı, yəni qiyamət. Və cealə li kulli dərin əhkəmən təxtassu bihə və sonra hər diyar üçün xüsusi əhkamlar tərtib etmişdir. Və raqqəbə hədəl insan min bədən və nəfs və bu insanı da bədən və nəfsdən tərkib etmiş. Və cealə əhkəmə dərri dünya aləl əbdən və dünya diyarında əhkamları bədənlərə aid etmiş. Ruhlar ona tabedir. Və lihədə cealə əhkəmə şər'i murattəbə alə mə yadhar min hərəkəti lisən. Və buna görə də şəri əhkamlar dilin hərəkətindən ortaya çıxan üzərində tərtib olunur. Dil, bədən üzvləri. Və in admaratin nufus xilafə. Baxmayaraq ki, insan nəfsi onun əksini gizlətsə belə. Və ceal əhkəməl bərzəq aləl ərvah vəl əbdən təbəən ləhə. Və bərzəx aləmində isə ruhlaradır, bədənlər isə buna tabedir. Kəmə təbiətəl ərvah aləl əbdən fi əhkəmid dünya. Necə ki, dünya əhkamlarında ruhlar bədənə tabi olduğu kimi. Fətəəlləmət bi ələm, yəni onun ağrısına ağrı çəkir və onun rahatlığına ləzzət alır. Və kənət hiyəlləti bəşərə əsbəbən nə'i vəl-əzəb təbiətil əbdənu əl-ərva fi nə'imihə və əzəbihə. Və qəbir əzabının, qəbir məsələsində neməti və əzabı birbaşa dadan ruh olur və bədənlər isə bu işdə tabi olur. والأرواح حينئذ هي التي تباشر العذاب والنعيم فالأبدان هنا ظاهرة والأرواح خفية والأبدان كالقبور لها والأرواح هناك ظاهرة والأبدان خفية في قبورها تجري الأحكام برزخ على الأرواح فتسري إلى أبدان نعيم أو عذاب. Deməli, xülasə olaraq yəni hər ikisinə, qəbirdə də hər ikisinə olur. Sadəcə fərq olaraq məsələn dünyada əsasən yəni həm əzabı dadan və həmçinin neməti dadan insanın bədənidir, ruh buna tabedir. Amma qəbirdə isə tam əksinə, qəbirdə tam əksinə əsasən əzabı və neməti dadan ruh olacaqdır, bədən buna tabi olacaq. Amma qiyamətdə isə həm əzab və həmçinin neməti, yəni eyni şəkildə, eyni səviyyədə dadan həm bədən, həmçinin ruh birlikdə olacaqdır. Və həmçinin faydalardan 9-cu İbnül Arab rahimehullah deyir ki: "Və ente əhlul vəfa, sən vəfa əhlisən." Yəni verdiyin vədi yerinə yetirənsən və bunun da çoxlu mənaları vardır. Əvvəlu əl-vəfa limən mətə alə-təvhid. Yəni tövhid üzərində ölənin yəni ona əzab verməyəcəyi haqqında vədi vardır Allah Teala'nın ona vəfalı çıxmasına. Çünki Allah Teala vəfa əhlidir. Və ləmmə qal innəl vəfa huvət-təvhid və qad qalə müfəssirun fi qavli və İbrahim əlləzi vəffə. Və demişlər ki, burada vəfa deyildiyi zaman tövhiddir. Necə ki, müfəssirlər, təfsir alimləri bu ayə haqqında deyir ki, İbrahim ki, yəni vəfalı çıxdı, yəni tövhidi gerçəkləşdirdi. Vəl-cəzə əl-əvfə huvəl-thəbə alə-təvhid və tam şəkildə mükafat da nədir? Vəfalı, yəni tövhidin qarşılığı olaraq savabın verilməsi, cəhənnəmdən nicat tapmaq və həmçinin vəl-vəfə liş-şəfi'inə fihi minəl-musallin
namaz qılanlar üçün, namaz qılanlar arasında və yaxud da namaz qılanlar hamısı dua edir və onların şəfaətinə vəfalı çıxmaq və onların imanla şahidliyinə, şəhadətinə, necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mən şəhidə ləhu ərbaatun bi xeyr ədxələhullah cənnətə qulnə və thələth, qalə və thələthə, qulnə və thnən, qalə və thnən, və ləm nəsəlu anil vahid. Yəni bir insan üçün 4 nəfər xeyirlə şahidlik edərsə, Allah Teala onu cənnətə daxil edər. Biz isə dedik ki, bəs 3 nəfər necədir? 3 nəfər də şahidlik edərsə. Bəs 2 nəfərdir, 2 nəfər də şahidlik edərsə, amma 1 nəfər haqqında biz soruşmadıq. Və Buxarıda gələn hədisdə isə Əbul Əsvəddən qalə qadimtul Mədinə və qad vəqa bihə maradun fəcələstu ilə Umar ibn Xattab. Mədinəyə gəldim və Mədinədə xəstəlik baş vermişdi və Umar ibn Xattabın yanında oturdum və oradan cənazə keçdi. Fəuthni alə sahibihə xeyra və o ölən insan üçün xeyir danışdılar. Umar radiyallahu anh deyir ki, vacib oldu. Sonra başqasını apardılar və ona da həmçinin xeyirlə səna etdilər və Umar radiyallahu anh deyir ki, vacib oldu. Üçüncü dəfə başqasını apardılar, ona isə üçüncüsünə isə şərlə, yəni yaxşı haqqında yaxşı danışmadılar. Fəqalə vəcəbət deyir ki, vacib oldu və Əbul Əsvəd deyir ki, fəqultu və mə vəcəbət yə əmirəl müminin, dedim ki, ey möminlərin əmri nə vacib oldu? Qalə qultu kəmə qalən nəbiyyü sallallahu aleyhi və səlləm, deyir ki, dedim ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi kimi dedim. Eyyümə muslimin şəhidə ləhu ərbaatun bi xeyr ədxələhullahul cənnə. Hər hansı bir müsəlmana 4 nəfər xeyirlə şahidlik edərsə, Allah Teala onu cənnətə daxil edər. Və biz də dedik ki, 3 nəfər necə? Dedik ki, 3 nəfər də, dedik ki, bəs 2 nəfərdir, 2 nəfər şahidlik edərsə, cənnətə daxil edər və sonra isə 1 nəfər haqqında soruşmadıq. Və həmçinin faydalarda ədəb kitabında Buxaridə keçir ki, mə yəddəin nəsu bi'əbəihim və istədə biqavl Rasul innəl qadi yurfa ləhu liva yevməl qiyam yuqalu hədi qadratu fulan ibn fulan. Və orada Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü keçir ki, yəni xəyanət edən üçün qiyamət günü bir bayraq qaldırılacaqdır və deyiləcəkdir ki, bu filan kəsin, oğlu filan kəsin xəyanətidir. Yəni İbn-i Hafiz deyir ki, İbn-i Battal belə buyurmuşdur ki, bu yəni onlara rəddiyədir ki, hansı ki onlar deyirlər ki, qiyamət günü insanlar analarına mənsub ediləcək, anaların adları ilə çağırılacaqlar. Yəni ona rəddiyədir. Çünki onda da gəlir ki, filan kəsin oğlu filan kəsin bayrağıdır. Və o ki, qaldı bəzi ravilərin, sahabələrdən və digərlərindən analarına mənsub edilməsi üçün, bu edilməsi isə bu onların seçilməsi üçündür.